the United States military began major combat operations in Iran. Ölüm fani dünyada adi şeydir. Bizim üçün şəhid olmaq məqsəddir. 3 sui-qəsddən sağ çıxdım, 4-cüdə şəhid ola bilərəm. Buna hazıram. İranın ali rəhbərinin müşaviri Yəhya Rəhim Səfəvinin bu fikirləri İran elitasının düşüncə tərzinin, ölümə münasibətinin ifadəsi kimi düşünülə bilər. Onlar üçün ideoloji və dini məqsəd olan ölüm şəhidlik anlayışı ilə paralel təqdim olunur. Bu məqamda niyyətin hara, mənzilin ora yanaşmasının aktuallığı gündəmə gəlir. Çünki artıq 21-ci günündə olan müharibənin ilk saatlarından bəri məhz yüksək rütbəli İran rəsmiləri və hərbiçiləri ardıcıl olaraq hədəf alınır. Prosesə mərhum ali dini rəhbər Əli Xamneyinin hədəf alınması ilə başlanıldı. Fevralın 28-də Tehranda həyata keçirilən zərbə ilə İranın siyasi və hərbi sisteminin mərkəzi fiquru aradan götürüldü. Bu, İranın idarəetmə modelinin mərkəzinə vurulan zərbə idi. Çünki 1989-cu ildən hakimiyyətdə olan Xamneyi İranı təkcə idarə etmirdi, onu həm də formalaşdırırdı. Prezidentlər dəyişirdi, hökumətlər yenilənirdi, amma qərarın son nöqtəsi dəyişmirdi. Hərbi strategiyadan nüvə proqramına, regional siyasətdən daxili təhlükəsizliyə qədər son söz ona məxsus idi. İslam İnqilabı Keşikçiləri Korpusu da dini rəhbərin siyasi iradəsinin əsas aləti hesab olunurdu. Xameneyi həmçinin paralel idarə etmə sistemi qurmuşdu. Qeyri-formal şəbəkələr, şəxsi loyallıq üzərində qurulan əlaqələr və ideoloji nəzarət mexanizmləri. Bu sistemdə vəzifələrdən çox münasibətlər işləyirdi. Məhz buna görə onun ölümü ilə İran bir anda mərkəzləşdirilmiş idarə etmədən qeyri-müəyyən, parçalanmış qərar vermə mərhələsinə keçdi. Xüsusilə regiondakı şəbəkələr, Suriya, İraq və Livan xətti üzrə fəaliyyət göstərən qüvvələr mərkəzdən gələn dəqiq istiqamətləri itirməyə başladı. Xamneydən sonra hədəf alınan şəxslərə baxanda da aydın görünür ki, zərbələr konkret məqsədə əsaslanır. Hücumlar birbaşa İslam İnqilabı Keşikçiləri Korpusunda qərar verən və əməliyyatları idarə edən fiqurlara yönəlib. Yəni məqsəd elə ilk gündən bəri idarəetmə zəncirini pozmaqdır. Əli Şamxani kimi fiqurun aradan götürülməsi o demək idi ki, milli təhlükəsizlik strategiyasının koordinasiya edən beyni sıradan çıxarılıb. Məhəmməd Pakipur isə Sepah daxilində operativ əməliyyatları yönləndirən əsas fiquru idi. Dolayısıyla onun ölümü ilə sahədəki qüvvələr rəhbərsiz qaldı. Daha kritik zərbə isə komanda zəncirinin onurğasına vuruldu. Əziz Nəsirzadə, Əbdülrəhim Musavi kimi şəxslərin eyni vaxtda aradan götürülməsi klassik hərbi idarəetməni dağıtdı. Nəticədə müxtəlif hərbi qurumlar bir-biri ilə əlaqəni itirdi, əmrlər gecikdi. Bu əməliyyatın ikinci mühüm xətti nüvə və texnoloji infrastruktura yönəlmişdi. Hüseyn Cabal Ameliyan və Rıza Müzəffəri kimi fiqurların öldürülməsi göstərdi ki, İranın uzun müddətli strateji deterrens potensialı hədəfdədir. Bu, gələcək güc balansını da dəyişmək məqsədi daşıyırdı. Eyni zamanda logistika və planlaşdırma rəhbərləri də sıradan çıxarıldı. Mohsan Darrebagi və Bəhram Hüseyni Motlaq kimi şəxslər müharibənin davamlılığını təmin edən sistemin əsas sütunları idi. Onların aradan götürülməsi o demək idi ki, hətta sağ qalan hərbi hissələr belə effektiv şəkildə döyüşə bilməyəcək. Kəşfiyyat sahəsində isə vəziyyət daha da kritik idi. İsmail Xatib və digər yüksək vəzifəli şəxslərin öldürülməsi İranın daxili gözlərini və qulaqlarını zəiflətdi. Burada əsas məqam zərbələrin dəqiqliyidir. Yüksək vəzifəli şəxslərin bu qədər dəqiq hədəfə alınması onu göstərir ki, qarşı tərəf ciddi kəşfiyyat məlumatlarına malikdir. Bu isə İran daxilində başqa bir problemi, sistem daxilində sızma ehtimalını aktuallaşdırır. Çox qarışıq vəziyyət yaranıb. Məsələn, Əziz Nəsirzadənin yerinə gətirilən Məcid İbn Əl-Rıza müdafiə naziri vəzifəsində cəmi bir gün qala bildi. Martın 17 və 18-də baş verən ikinci dalğa isə tamamilə fərqli məqsəd daşıyırdı. Düşünülür ki, Qulamrıza Süleymani və Əli Laricani kimi fiqurların hədəfə alınması artıq post-Xameyni dövrünün formalaşmasının qarşısını almağa yönəlib. Yəni, ilk zərbə ilə sistem dağıdıldı. İkinci həmlələr isə onun yenidən qurulması prosesini pozdu. İddialara görə varislik məsələsi açıq qaldığı üçün müxtəlif qruplaşmalar arasında siyasi rəqabət başlayıb. Sepah dominant olacaq, yoxsa siyasi elit
nöqtə sualı sistem daxilində parçalanmanı dərinləşdirib. Amma hazırki mənzərədə görünən odur ki, İranın institusional reaksiyası kifayət qədər sürətlidir. Əli Xamneyni uzun sürən danışıqlardan sonra oğlu Müçtəba əvəzdədir. Hazırda onun səhhəti ilə bağlı da iddialar səsləndirilsə də, rəsmi olaraq səhhəti zədələr aldığı açıqlanıb. Əli Laricanini isə Hüseyn Dehqan əvəzləyib. Digər boş qalan vəzifələrə də dərhal yeni komandirlər təyin edilir. Formal olaraq demək olar ki, bütün postlar yenidən tutulub. Amma hazırki mənzərədən görünən odur ki, real güc daha çox Sepah və təhlükəsizlik strukturlarının əlində cəmlənir. Müharibənin əsas hədəfi İranın yüksək vəzifəli şəxsləri olsa da, prosesin gedişatında İsrailli rəsmilərin də öldürüldüyü barədə iddialar səsləndirildi. İsrailin baş naziri Benyamin Netanyahu və Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvirin İranın zərbələri nəticəsində ölməsi barədə məlumat yayıldı. Amma bu faktlar təsdiqlənmədi, hətta inkar edildi. Müharibə Birləşmiş Ştatlar üçün də etkisiz getmir. The Wall Street Journal-ın məlumatına görə hərbi əməliyyatın başlamasından bəri 13 Amerikalı hərbiçi həlak olub, 200-ü isə yaralanıb. Trump Amerikalı əskərlərin qanının İran üçün baha başa gələcəyini artıq açıqlayıb. Bu da o deməkdir ki, Müçtəba Xamneyi, Əli Rıza Ərafi, Məhəmməd Baqir Qalibov, eləcə də Məsud Pezeşkiyanın təhlükəsizliyi üçün təminat yoxdur.